YouTube vloguma xoş gəlmisiniz. Bugün ilk dəfə belə random bir qərarla istədim ki, YouTube vlog çəkim. Heç fikirləşin, yəni Osman kameram hamısını bir qırağa qoyub dedim, telefonla çəkim, eybi yox, daha səmimi alınsın. Bugün qızlarla Wings temalı parti eləyəcəyik və istəyirəm ki, bütün prosesi sizə göstərim. Əslində parti deməyə daha çox çəkiliş mövzusudur, amma maraqlı keçəcək. Birinci gedirik saçımı kəstirməyə. Saçımı artıq uzun müddətdir ki, eyni yerdə kəstirirəm. Çünki burada həqiqətən Səkinə xanım mənim saçımı çox qəşəng eləyir. Bura çəkilişdən əvvəl gəlməyimə səbəb o idi ki, amma o uzanmışdı. Dedim, həm gəlim kəstirəm, həm də çəkilişdə ki, səliqəli görünsün. Və həqiqətən də tam ürəyimcə oldu. Baxım falan da elədi. Deməli, birinci makyaj eləməliyəm. Makyajı dün axşam biraz sınadım. Əslində bacaram, amma biraz üstündə durmalıyam, yəni daha qəşəng eləyə bilərəm. Sonra geyimim tam ürəyimcə deyil. Yəni əslində rənglərinə görə seçdim. Bu arada inspired olmuşam. Yəni birbaşa eyni kombinin qətiyyən tapa bilmədim. Makyaj eləyək birlikdə, görək necə eləyirəm. Çünki bilmirəm necə eləyəcəm. Dünən bil ki sınadım. Nələr almışam onu sizə göstərim. Makyaj masamda Flora'ya uyğun belə bir tempoletlərim var. Bu yaşılı dünən aldım. Çünki gördüm yaşıl tempoletim yoxdur. Dedim gedim mağazaya alım. Bunu dünən aldığımız oluşqadan. Buradan sadəcə bu Mary Jane rəngi ortadakını işlədəcəm. Bu Diana Monroe'nin-dir. Bu da çox qəşəng pigmentasiyası var. Bu da Olivia'dan almışıq. Bu da Velour dizayndır. Bu da qəşəngdir. Sadəcə bunu çox istifadə eləmişəm. İstəyirəm ki, bunu heç istifadə eləməmişəm. Bunu işlədim. Hər makyaja başlamamış. Mütləq ki, üzümə gəlinə üzümü yum. Gedirəm indi üzümü yumağa. Çünki səhər bir dənə konsiler vurmuşdum gözümün altına. Görək, bu arada gecikir ya, yəni. Burada artıq makyajıma başlayıram. Rəngli makyajı əslində özümə yaraşdırıram, yəni nə yalan deyim. Amma gündəlik vurmağa çox utanıram. Çünki həqiqətən də belə rəngli makyaj eləyib gündəlik eləyəndə düşünürəm ki, biraz gülməli görsənir. Burada da fırçamı qırdım. Amma yəni sonda əsas odur ki, makyajımı eləyib bitirdim. Ümumiyyətcə tünd yaşıl rəngi istifadə eləmədim. Çünki gözün uclarına vuranda çox belə tünd görsənir. Ümumiyyətcə özümə yaraşdırmıram. Ona görə belə açıq bir rəngi vurdum və çəhrayını da getdikcə tündləşdirdim. Yəni birbaşa tünd rəngdən başlamadım. Bu Diana Monroe'nin paletindəki çəhrayı rəngi istifadə elədim. Çox xoşuma gəldi və gün boyu da həqiqətən qaldı. Daha sonra mən qaş yapışdırmadım üzümə. Ona görə belə bir glitter istifadə elədim. Bu tam olaraq nə olduğunu bilmirəm. Vivienne Sabo markasından da, amma möhtəşəm bir şeydir. Yəni əgər belə xüsusi qıyım makyajlarında falan istifadə eləmək istəyirsə çox uyğundur. Nə qaş kimi qaşdı, nə də highlighter kimi highlighterdı. Pomada olaraq qətiyyən soft bir pomada istifadə edə bilmərəm. Ona görə Mistace'mi götürdüm və dodağımı çərçivələdim. Makyajımı qutardım. Niyə çıxacağam? Ay bu arada bu sırğalarımı həmişə baxan kimi deyirəm ki, ayda Flora'nın vibe'ına necə uyur da. Təsadüfən, yəni heç planlamadım alıb, onu Türkiyədən almışdım və bugün taxıram. Makyaj bacarıqlarım wow deyil. Amma hətta düşünmüşdüm ki, bu makyajımı gedim hansısa bir qırm yorum falan yanında eləyim, amma məncə qəşəng alındı. Yəni öz dəri tonuma uyğun. Məsələn, bu gözümə içinə çəkdiyim yaşıl, mən gözümün burasına vursam çox pis qalır, tünd, zilyonlu qalır belə. Zilyonka vurmuş kimi qalır. Ona görə ən yaxşısı belə yaşıl seçdim. Məncə qəşəng görsənir. Merhaba Stella, altın nerede? Oha, makyaja bak. Tabii ki eğlendim. Geçen. Ucuyurum ama bedeniniz. Uçmak şeydi, istemez. Makyajlardan da highlighter diyor. Və qızlarla gəldik çəkiliş məkanına, yəni botanika bağına. Ay burada şirin uşaqlar bizimlə şəkil çəkdirdi. Çox mutlu oldum. Botanika bağında biraz külək var idi. Biraz yox, bayağı hətta çox idi. Amma gözəl oldu. Yəni yollar qət elədik. Bu arada botanika bağında bir yerdən həddindən çox
uzun uzaqlıqdadır. Yəni amma maraqlı keçdi ümumilikdə. Belə ürəyimcə oldu şəkillərimiz, belə videolarımız. Yəni çəkilişimizi eləyim fotoqraf Nərmin xanım, yəni Sibelə falan. Yəni bütün qızlara çox təşəkkür edirəm. Çünki o qədər qəşəng bizi çəkdilər ki, həqiqətən tam xəyalımdakı kimi, hətta xəyalımdakından daha gözəl. Bu arada qızları sizə bir tanıdacağam. Bu Miusadır, yəni Aytəkin. Çox şirin olmuşdu. Bu obraz ona qəşəng uymuşdu. Bu Layladır, Aydandır. Aydan Layla obrazına yaraşır məncə. Burada biraz xaotik bir ortam var. İş əsnasında sinxron olmaq çox gəlizdir. Biraz da istəyirəm sizə həmin anın ab-havasını göstərim. Digər qızlar var. Məkanımız burası. Göstərim. Bu inanırsınız ki, tato deyil və özü çəkib. Çox qəşəngdir. Stella xanım, sizin göz makyajınıza baxaq. Ay, gözlüyün yaxınlaşdıracağım. Wow, çox qəşəng. Gloss da tam özü də baxın. Orada da çəkiliş edirlər. Gülüyorlar. Burada blum. Mənə bura bax sonra çıxanım. Getdik. Burada blumu çəkən qız. Burada həqiqətən artıq bitmiş durumdayıq. Çox yorulduq. Çünki ümumiyyətcə məsafə dediyim kimi uzaq idi. Yəni bir yolu 2 dəfə fırlanırdıq demək olar ki. Axırda gəldik gölün yanına. Burada da 1-2 kadr götürdük. Daha təpədən idi. Yəni kadrlar gözəl çıxırdı. Manifestin rüya klibini bir də çəkdik. Çəkilişimizi elədik. Çox yorğunum, amma hələ ikinci hissəsi var. Flamingo üçün çəkməliyik. Yəni artıq həqiqətən çox yoruldum. Biz əsas nədir? Sinxron olmaq çox çətindir. Hamı avtomatik öz səhifəsinə kontent çəkən biridir. Yəni hamı özünü düşünür və özünə fokuslanır. Çox acıdığımız üçün gəldik McDonald's-a. Burada da bir-iki şey yedik. Təzədən getdik çəkilişin ikinci hissəsinə. Bir-birinizə baxın belə. Bunlar da belə video çəkir arkadaşlar. Məni görmək istəsəniz, saatın neçə olduğu haqqında heç bir fikrim yoxdur. Süper. Az qorxdum az. Yəni burada baxın. Ama benim mesajı çok gördün affedemeyi. Sesin gelmiyor hiç yok bye bye. Na 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 na. Bugün çok möhtəşəm keçdi. Yoruldunuz deyəsən amma. Bəli. Amma yorğununuza dəydi mi? Çok sıkıldım. Aha, dostlar onu demə. O mağazin xəbərlərində düşəcək bir şeydir. Çok pis yani. McDonald's'a o an kim var idi? Benim o ikonik yıkılmamı gördüm. Amma yəni kömək eləyənlər də sağ olsun. Həqiqətən oldu orada cəmaət. Bəli, orada bir dənə abla gəldi, telefonumu verdi. Çox romantik. Həqiqətən bunu özünüz eləmisiniz, elə deyilmi? Hə. Çox qəşəngdir. Şəhla style. Məndə bir dəyişiklik istəyirsiniz. Sizdə dəyişiklik nə mənada? Renkliliyinizdir arkadaşlar ama Saçımı kəsdirmişəm. Amma vurup deyə görsənmir. Amma çox hələdir. Amma yəni bütün saç qıranlarımı falan götürmüşəm. Bugün səhər getdim, görə film xarab olmuşdu, patlamışdı. Mən dedim, nə yapabilirim? Gedim sağlam. Ona siz nə deyirəm? Nazar. Çox qəşəng oldu. Biraz üstünə keçin. Bayağı qəşəng oldu. Baxın. Məncə yaxşıdır, hə? Hə, Yaxşı olmasa gedirsən. çox qəşəng. Hoş. Stella Hanımlar, bu ten paletinin gözəlliyi şaka mı? Bayıldım. Çalışın çəkəbildiniz? Yox, elə də qəşəng alınmadı. Flashını çəkəbildiniz. Bundan qəşəng makyajlar eləyəcəm. İnşallah gözləyirik. Gözləmədə qalın. Gözləyirik Şəhla Çox xanım. istəyirdim bu Subscribe olacaqsın. Bəli. Burada da mən. Çox qəşəngdir. Məncə yəni bu hansı qızı alsaz, sevincindən göylərə uçar. Arkadaşlar bu Winx'in soda seriyasıdır. Çəkirəm abi. Sizə göstərirəm. Yəni içində nələr var. Allahım, bayılanzi. Burada üçlü rənglər var. Bu üçlü paletdir, bu rəngidir. Bu da ten paletdir. Əgər bu ten paletin rəngini görmək istəsəz sizə göstərim. Buradadır. Yəni çox qəşəng bir rəngi var. Burada da mən. Çox qəşəngdir. Məncə yəni bu hansı qızı alsaz, sevincindən göylərə uçar.
Bugünlə bağlı təəssüratlarınız canım. Bugün çox yorulsam da super. Bu arada aydın Çəkiliş bizə oldu. oxşadılar normalda. Hə? Mən deyirlər ki, oxşayırsınız. Mən də deyiblər. Məncə bütün podruqalarımla oxşadılar. Hə, məncə bənzərlik var. Çünki biz Bir amma mən açıq taxtığımdan daha çox oxşayıram hə sənə. Məncə belə də oxşur. Saçlarımız oxşuyur ona görə. Saçlarımız iyi, məncə Üz cizgilərimiz. üz cizgilərimiz, yes, burun dodaq falan. Follow you. Artıq bitik durumda. Bitmiş durumda. Yəni masamız burada flamingo sumkası. Bu yazıq xanım da ayarlar düzəldi. Bax gör düzəldi. Bugünkü çəkilişimiz bitdi. İndi ümid edirəm ki, bunu vaxtında editləyib adaram. Qanadlarım peki və bu ənlik, yəni mükəmməl etdi o. Fikir verirəm ki, son vaxtlar dediyim normal 2 dənə reel satmışam YouTube-ma, daha doğrusu video və bu video yenə minimalistdadır. O birisini də minimalistdə çəkmişdim. Və buradan təşkilata dəstəyə görə təşəkkürlər.